Biz nə deyirik, o nə edəcək? Bəli, bugün real olan budur. Mən bunu kobud deyirəm. İndi İvanishvili, İrakli məni verərlər məhkəməyə. Verərlər məhkəməyə, deyərlər ki, kəbinli arvadı deyib İlham Əliyevin. Düz deyirəm. Siz rüşvət qarşılığında qərar verirsinizsə, məhkəməni saxtalaşdırırsınız, siz tulasınız. Siz Əliyev rejiminin oyuncağısınız. Siz Əliyevin kəbinli arvadısınız ki, bu cür qərar verirsiniz. Siz bir ailəni məhv edirsiniz. Siz insanlığı məhv edirsiniz. Siz iki körpəni atasız qoyursunuz. Siz qanunları saxtalaşdırırsınız. Bunu qanun demir. Bunu Əliyev deyir, İrakli deyir, İvanishvili deyir. Əliyevlə Nağıyev sifariş verir. İrakli ilə İvanishvili də bu qərarı qüvvədə saxlayır ki, Əfqan Gürcüstanda qalsın, Əfqanı gözümüzün qabağında saxlayaq, bu ailəni məhv eləmək üçün hər şey eləyə bilər, edəcəyik. Əli Nağıyev hələ də olmayan beyninə, sən Dövlət Təhlükəsizlik Xidmətinə rəis təyin eləyiblər, amma səndə quşun başı boyda beyin yoxdur. Beyin yerində atın samanını gəzdirirsən, atın təzəyini, malın təzəyini. Səndə Əli Nağıyev bu qədər beyin olsaydı, sən bilərdin ki, sən Əfqanı sevinci gərək öldürəsən. Sən Əfqanı orada əsir saxlayıb nə əldə edəcəksən? Özünü biabır edəcəksən. Sənin haqqında çıxıb danışacağım. Nə edəcəksən? Gürcüstan səfirliyin qabağında sənin şəklini İvanishvili, kəbinli ər-ərvadsınız. Sizin şəklinizi qaldıracağım. Siz nə edəcəksiniz? Mənim danışma haqqımı, Əfqanın danışma haqqını necə alacaqsan? Öldürə bilərsən də, ala bilməzsən ki. Nə edəcəksən? Gərək insanı öldürəsən. Əli Nağıyev peşəkar qatildir. Nə qədər mühaciratda orada burada adam öldürüb. Öldürdü ay Əli Nağıyev, ay İlham Əliyev, ay İvanishvili. Bundan başqa nəyi bacarırsınız ki? Yaxşı öldürməyi bilirsiniz, killer göndərməyi, səsini kəsmək istədiyiniz adamları başını kəsirsiniz. Bizim silahımız ay millət, ay dünya sözdür. Bir jurnalistin silahı nə ola bilər? Bir vətəndaşın danışacaq hal nəyi ola bilər? Söz ola bilər. Sözə görə 21-ci əsrdə adam tutularmı? Adam öldürülərmi? Ailə dağıdılarmı? Uşaq başsız qala bilərmi? Niyə? Əfqan Sadıqov jurnalist olubdur, jurnalistdir, adam tənqid edibdir, adam yazıbdır, adam rejimin etdiklərini deyibdir, adam rejimin Əliyevin təyinatlarını tənqid edib, Əli Nağıyevi tənqid edib, korrupsiyasından danışıb. Yəni siz çıxış yolunu öldürməkdə, həbsdə, dağıtmaqda, zorlamaqda, baş kəsməkdə mi görürsünüz? Budur mu çıxış yolu? Nə vaxtı qanun aile olacaq? Nə vaxtı qanun sözünü deyəcəkdir? Yəni sizin kimi qatil rejim rəhbəri olan yerdə qanun heç vaxt sözünü deməyəcək və bütün qalibiyyət